Şamaxı rayonunun ucqar kəndlərindən olan Çıraqlıda sakinlər uzun illərdir yol problemindən əziyyət çəkir. Kəndə gedən əsas yolun bərbad vəziyyətdə olması onların gündəlik həyatını olduqca çətinləşdirir. Çıraqlı kəndinin yolu nə vaxt normal vəziyyətə salınacaq? Ətraflı sujetdə. Yayda tozdan, qışda da palçıqdan getmək olmur bu yolla. Yağış yağanda gəlin bu yola, hamı sapıqla çıxır yola. Bir də ki, balaca maşınlar getmir. Batır, yuxarıda salalar var, batır, yolda maşınlar batır. Palçıq, qar olanda getmək mümkün deyil. Taksi aşağı gələn, hürmət eləyən 15 manat. Bir qardaş yol xarabdır, gedə bilmirəm mən. Söhbət Şamaxının Çıraqlı kəndinin yolundan gedir. 270-dən çox sakin, 35 evdən ibarət olan kənd illərdir yolsuzluqdan əziyyət çəkir. Daşlı qalaqlı Kələkötür yolunun asfaltlanması üçün sakinlərin döymədikləri qapı, yazmadıqları qurum qalmayıb. Düzələcək desələr də düzəlmir ki, düzəlmir. 60 ildir bax bu zülmü çəkirik biz. Özdə Şamaxının ən yaxın yoludur. 3 kilometr nədir ki, biz onun əlində bütün rayon aciz qalıb. Xəstəmiz olur, çağırırıq, çox vaxt elə ki, o yola gedə bilmirik. Daş yoldur, maşın tökülür. Təkəri çınqıl daşdır, bir də görürsən gedir, kəsir. Gedirsən ki, bir məhsulun var, çıxardıb satmaqdan ördü, o məhsulu 2 dəfə pulun yola qoyursan. Dəfələrlə şikayətimiz olur. Ortalıqda bir şey yoxdur. Elə bu il düzələcək, gələn il düzələcək. Kəndin yolu nə vaxt asfaltlanacaq sualı ilə Şamaxı rayon Sabir Bələdiyyəsinin sədri Elşən Dəmirova müraciət etdik. Bildirildi ki, Çıraqlı kəndinin yolunun təmiri artıq kənd investisiya layihəsinə salınıb. Yaxın gələcəkdə layihəyə əsasən 4 kilometr yol yenidən əsaslı təmir ediləcək. Sadət Ayaz qızı, Samir Cəbiyev, Sənan Bəhrəmli, ATV Xəbər, Şamaxı.